Məsələ 9. Tənliyi həll edin. X çıxaq 2-nin üstü x çıxaq 1 üstü x bərabərdir 2-nin üstü 3 üstü 21. Tənliyin özünü olduğu kimi yazıram. X çıxaq 2-nin üstü x çıxaq 1 üstü x bərabərdir 2-nin üstü 3 üstü 21. Tənliyin sol tərəfinə diqqətlə baxın. X çıxaq 2, x çıxaq 1 deməli artma istiqamətindədir. Qüvvət x çıxaq 2, x çıxaq 1, x. Sol tərəfi olduğu kimi saxlayıram. X çıxaq 2-nin üstü x çıxaq 1 üstü x bərabərdir. 2-nin üstündə 3-ün üstü 21'i yazıram. 3'ün üstü 1 üstəgəl 20. Və bilirsiniz ki A üstü M üstəgəl M bərabərdir. A üstü M vuraq A üstü N. Bu düsturu tətbiq eləyirəm sağ tərəfə. Onda alıram. X çıxaq 2'nin üstü x çıxaq 1. Onun da üstü x bərabərdir. Və burada bunu yazdım. 2'nin üstü 3 üstü 1, 3 üstü 20. 3 üstü 1 olacaq. 2'nin üstü 3 üstü 1, 3 eləyir. 3 vuraq 3 üstü 20. Buradan alıram. Sol tərəfi yenə olduğu kimi saxlayıram. X çıxaq 2'nin üstü x çıxaq 1 üstü x bərabərdir. Burada 2'nin kubunun yerinə 8 yazıram. Bu oldu 8. 8 üstü 3'ün üstü 20'ni yazıram. 2 vuraq 10. Və buradan alıram. X çıxaq 2'nin üstü x çıxaq 1 üstü x bərabərdir. Bunu yazıram 3'ün üstü 2. 8'in üstündə 3'ün üstü 2 üstü 10. Və buradan tapıram. X çıxaq 2'nin üstü x çıxaq 1 üstü x bərabər olacaq. 3'ün kvadratı bu verdi 9. Aldım 8'in üstündə 9. Üstdə də 10 var. 9'un üstü 10. Bu da oldu 10. Diqqətlə baxın. Artma istiqamətində x çıxaq 2, x çıxaq 1, x. 8, 9, 10. Simmetrikliyə görə alırıq ki x bərabərdir 10. Deməli bu tənliyin kökü 10'a bərabərdir.